Mən sizə izah edirəm qim toplu testində xəritə testlərini. Birinci hissədə Azərbaycan ərazisində İbtidai İcma Cəmiyyətində olan xəritələrimizi. Test 29-a baxırıq. Deməli, burada yazılıb ki, göstərilən xüsusiyyətlərin aid olduğu ərazini xəritədə müəyyən edin. Ərazisində qayalar üzərində Tunç dövrünə aid təsviri sənət nümunəsi aşkar edilmişdir. Bir də qədim insan məskəni olan Zar mağarası. İkisinə də aid olan yer Zardan elə tuturuq ki, Kəlbəcərdir. Xəritədə yerləri bir-bir göstərirəm. Deməli, 3 Kəlbəcər, 1 Naxçıvan, 2 Qazax, 4 Sərkərtəpə, Xaçmaz, 5 Qobustan. Cavabımız olur Kəlbəcər, Kəlbəcər də 3. Deməli, cavab olur A variantı. İzah edirəm. Test 39. Yenə də İbtidai İcma Cəmiyyətinə aiddir. Azərbaycan ərazisində erkən Tunç dövrünə aid xüsusiyyətlər yenə də həmən mövzudandır. Burada qeyd olunur ki, erkən Tunç dövründə ibadət evlərinin tikildiyi rayonlar. Biz ilk öncə yadımıza salmalıyıq ki, ibadət evləri harada tikilmişdir? Erkən Tunç dövründə. Deyəcəyik, Naxçıvanda, Maxda, 2-ci Kültəpə. Xəritəmizdə Naxçıvan yoxdur. Xaçmazda, Sərkərtəpə, Xaçmaz 3-dür. 5 Qusardır. 2 Beyləqandır. 1 Qazaxdır. Deməli, düşərgələrimiz hansılardır? Qazaxda Baba Dərviş, Xaçmazda Sərkərtəpə 3. Əgər Naxçıvan olsaydı, Naxçıvanı da götürə bilərdik. Maxda ilə 1-ci Kültəpə. Bu isə Kəlbəcərdir. Biz bilirik ki, Kəlbəcərdə erkən Tunç dövrünə aid ibadət evləri yoxdur. Tunç dövrü var, ancaq erkən Tunç dövrünə aid deyil. Bu isə Beyləqan olduğuna görə Beyləqanda heç bir düşərgə tapılmamışdı.